Salam aleykum, hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video qonağımız Mercedes-Benz W210 yalnızca AMG versiyaları olacaq. Mercedes-Benz W210 AMG xətti elə bir dövrdə yarandı ki, AMG hələ kompüterlə deyil, əllə düşünürdü. Bu avtomobillər sürətli olmaq üçün mürəkkəb olmağa ehtiyac yoxdur fəlsəfəsinin canlı sübutu idi. E50, E55 və E60 AMG üçün eyni kuzov, amma fərqli xarakterlər. Hekayə E50 AMG ilə başlayır. 1996-97-ci illərdə istehsal olunan bu model W210 kuzovunda ilk rəsmi AMG idi. Kapotun altında 5.0 litrəlik atmosferik M119 V8 mühərrik yerləşirdi. Bu mühərrik 347 at gücü və 480 Nm tork istehsal edirdi. Güc 5 pilləli avtomat sürətlər qutusu vasitəsilə arxa təkərlərə ötürülürdü. Askı sistemi standart E-klassdan fərqli olaraq AMG tərəfindən yenidən əsaslanmış, daha sərt amortizatorlar və stabilizatorlarla təchiz edilmişdi. E50 AMG qaz pedalına toxunduğundan səni səssiz, amma güclü şəkildə irəli aparırdı. O qışqırmırdı, sadəcə sürətləndirirdi və klassik Mercedes komfortunu qoruyurdu. 1998-ci ildə səhnəyə çıxan E55 AMG isə artıq W210-un xarakterini tam dəyişdi. Bu modeldə 5.4 litrəlik M113 atmosferik V8 mühərrik istifadə olunurdu. Mühərrik 354 at gücü və 530 Nm tork hasil edirdi. Torkun böyük hissəsi aşağı dövrlərdən gəldiyi üçün E55 AMG hər an hazır vəziyyətdə hiss olunurdu. Yenə 5 pilləli avtomatik sürətlər qutusu və arxa ötürücü sistemi saxlanılmışdı. Lakin askı sistemi daha da sərtləşdirilmiş, stabilizatorlar qalınlaşdırılmışdı. Avtomobil həm magistralda sakit bir E-klass kimi gedir, həm də qazı basanda iri sedan olduğunu unutturacaq sürətləndirmə göstərirdi. Məhz bu balans E55 AMG-nin W210 ailəsinin ən məşhur modeli etdi. Bu ailənin zirvəsində isə E60 AMG dayanırdı. Bu avtomobil rəsmi kataloq modeli deyildi və əsasən xüsusi sifarişlə hazırlanırdı. E50 AMG və E420 bazası afterbatch göstərilmiş, orada demək olar ki, yenidən doğulurdu. M119 mühərriki 6.0 litrə qədər böyüdülürdü və nəticədə təxminən 381 at gücü və 580 Nm-ə yaxın tork əldə edilirdi. Yenə 5 pilləli avtomatik sürətlər qutusu və arxa ötürücü istifadə olunurdu, lakin askı sistemi daha aqressiv sazlanırdı. Qaz reaksiyası sərt idi, güc filtrsiz şəkildə ötürülürdü. Təxminən 40-50 ədəd istehsal olunduğu güman edilir və hər biri faktiki olaraq əl işi sayılır. W210 AMG modelləri bugünkü avtomobillərlə müqayisədə bəlkə də texnoloji deyil, amma hiss baxımından çox zəngindir. Böyük atmosfer V8 mühərriklər, yüksək at gücü, güclü tork, mexaniki hiss edilən askı və arxa ötürücünün verdiyi tam xam sürüş hissi. E50 AMG balanslıdır, E55 AMG güc və praktikadır, E60 AMG isə heç bir filtr olmadan təqdim olunan saf AMG ruhudur. Bu avtomobillər sadəcə sürət deyil, bir dövrün xarakteridir. Bu videomuzun da sonuna gəldik. Növbəti videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Salamat qalın.